لله والصلاة والسلام على رسول الله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد İnşallah bugün götüreceğimiz mövzu həccin ədəbləri və gözəl əxlaqı haqqında olacaq inşallah. Və ədəblərin başında həmişə bildiyimiz kimi ixlas durur. Yəni insan həccə gəldiyi zaman niyyətində Allah rızası olmalı, savab qazanmaq niyyəti ilə cəzasından qorxaraq dərəcələrin qalxması üçün və günahların tökülməsi üçün gəlməlidir, qəsdi bu olmalıdır. Yəni riya eşitsinlər deyə və yaxud filankəs həcc deyə olmamalı. Çünki əməllərin qabulu ixlasın üzərindədir. Allah Teala buyurur ki: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Yəni insanlara əmr olunur ki, dini yalnız Allaha aid edərək ibadət etsinlər. Və həmçinin burada ədəblərdən odur ki, gözəl davranış. Yəni həcdə olarkən insan dostları ilə, yoldaşları ilə gözəl davranmalı, onlarla mübahisəyə girməməli və bir şey hasil olduğu zaman dərhal üzr diləməli. Əgər onların bir yerdə olması mümkün olmadısa, ayrılması daha yaxşıdır, qəlblərin salamat qalması üçün və onlardan hər biri də daha yaxşı şəkildə ibadəti yerinə yetirməsi üçün. Və həmçinin gözəl davranışa aiddir. Yoldaşları ilə, dostları ilə mülayim şəkildə davranması, danışıq baxımından, rəftar baxımından və həmçinin sükunətlə hərəkət eləməsi, necə ki Peyğəmbər s.ə.v deyərdi ki: "Ya əyyuhən-nəs, aleykum bis-səkinə, fə-innəl birrə leysə bil-iğâ." Ey insanlar, yəni sükunətlə, aramla hərəkət edin. Yəni yaxşı əməl sürətdə deyildir, ötməkdə deyildir. Yəni əsl ötən əməlinin qabul olduğu kimsədir. Yəni kiminsə miniyinin ötməsi və yaxud da yeriyərək kimisə qabaqlaması əsas ölçü deyildir. Əsas ölçü əməlin qabul olmasıdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də buyurur ki: "İnnər-rifqa la yakunu fi şeyin illə zânə." Mülayimlik hansı işdə olarsa onu bəziyə, onu gözəlləşdirər. Və hansı işdən qaldırılarsa mülayimlik, yumuşaqlıq onu korlayar. Və həmçinin insan həccilərin, ziyarətçilərin rahatlığı üçün həris olmalıdır, onlara əziyyət verməkdən çəkinməlidir. Yəni, qardaşlarının rahatlığına həris olmalıdır. Onlara əziyyət verən hər bir sözdən və digər hərəkətlərdən, izdihamdan və yaxud da siqaretlə əziyyət verməkdən uzaq olmalıdır. Və həmçinin özü sevdiyini qardaşları üçün sevməlidir. Və özü üçün xoşlanmadığını da onlar üçün xoşlanmalıdır. Və onların tərəfindən gələn əziyyətləri dözməlidir, səbr etməlidir. Bir fikir verin, burada bir gözəl söz gətirir, deyir ki: "Əl-insənul kərim." Kərim insan qonaqlarının əziyyətinə dözür. Öz qonaqlarına ikram etməyə həris olur. Əgər öz qonaqlarının əziyyətinə dözürsə insan, ona
onlara yaxşılıq etməyə hərislik edirsə, necə o Rəbbinin qonaqlarına qarşı olmalıdır. Həcilər də Rəhmənin qonaqlarıdır. Onlara ikram etmək daha üstündür. Onlar ikram olunmağa daha layiqdirlər. Həqiqətən bu ikram, bu yaxşılıq, bu ehsan insanın ağlının kamilliyinə, onun dininin möhkəmliyinə dəlalət edir. Çünki ən gözəl yaxşılıq insanın pisliyi yaxşılıqla dəf etməsidir. Və həmçinin ədəblərdən insan dilini qoruması, artıq danışıqlardan, pis sözlərdən, qeybətdən, nəmmamlıqdan, insanları məsxərəyə qoymaqdan və çox zarafatdan uzaq olmalıdır. Yəni, ümumiyyətlə, insan dilini hər bir həccinə xələl gətirən sözlərdən, söyüşlərdən, təhqirlərdən qorumalıdır. Çünki günahların çoxu dillə olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhuya dinin əsas əməllərini bildirdikdən sonra, xeyir qapılarını bildirdikdən sonra deyir ki, bütün bunları əldə etmək istəyirsənmi, bunlara nail olmaq istəyirsənmi? Deyir ki, bəli. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mübarək dilini çıxardaraq deyir ki, kuffə aleykə hədə, bunu qoru. Və Muaz radiyallahu anh təəccüblə deyir ki, Ava inna ləmuəxədunə bimə nətəkəlləmu bih. Məgər biz danışdığımıza görə də hesaba çəkiləcəyikmi? Və Peyğəmbər s.ə.v buyurur ki, Fəkilətkə ummukə ya Muaz. Ey Muazdir, anan sən itirsin. İnsanları üzü boylu cəhənnəmə atan onları dilləri ilə biçdikləri, yəni dilləri ilə qazandıqları deyilmi? İbn-i Qayyum Rahiməhullah da buyurur ki, dillə gözün cinayət dairəsi daha genişdir. Çünki göz baxmaqdan yorulmur, dil də danışmaqdan yorulmur. Qarın şəhvətinin əksi olaraq. Qarın elədir ki, qarın doldusa insan başqa şey istəmir. Amma gözlə dil isə yorulmur. Ona görə bunların cinayət dairəsi daha genişdir. Və həmçinin artıq hərəkətlərdən, kimisə yamsılamaqdan da uzaq olmalı. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyərdi ki, İnni lə uhəki əhədən, mən heç kimi yamsılamıram. Və həmçinin ədəblərdən insan bu yolda müəyyən fitnələrə məruz qala bilər və onlardan da gözünü qorumalıdır, çəkinməlidir, haramdan gözünü çəkməlidir. Allah Teala buyurur ki, Qul lil-mu'mininə yəğuddu min əbsarihim və yəhfadu furucəhum. Sən möminlərə de ki, gözlərini naməhrəmdən, haramdan çevirsinlər və ayıb yerlərini qorusunlar. Zəlikə əzkə ləhum. Bu, onların təmiz olması üçün daha yaxındır. Və gözü haramdan qorunmağın səmərələri çoxdur. Onlardan biri də insanda doğru fərasətin yaranması və insan qəlbində şirinliyin hiss etməsi və bundan başqa çoxlu səmərələr vardır. Və həmçinin tövsiyələrdən, yəni ədəblərdən, yəni qadınların daha iffətli olmağa, örtülməyə sarılması və daha çox kişilərə qarışmaqdan uzaq olmaları, açıq-saçıqlıqdan uzaq olmalarıdır. Çünki qadın nə qədər içərdə olursa, o qədər xeyirli olur, o qədər izzətli olur. Və həmçinin ədəblərdən yaxşını əmr edib pisdən çəkindirmək, Allahın yoluna çağırmaq, insan bacardığı qədər yenə yumuşaqlıqla, hikmətlə, gözəl moizə ilə, gözəl nəsiyyətlə və həmçinin dəvət olunanlara rəhmətlə yanaşaraq və həmçinin onlar tərəfindən baş verən əziyyətlərə səbr edərək və dəvət də gözəl formada olmalı, yumuşaq olmalı, səhvliklə yox. Çünki insan bilməlidir ki, insanların qəlbi sevgi ilə alınır, yumuşaqlıqla alınır, səhvliklə yox. Hər hansı bir ilə səhvlik olarsa, orada heç vaxt dəvət alına bilməz. Çünki Allah Teala Peyğəmbəri sallallahu aleyhi və səlləm üçün deyir ki, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ
Allah Teala tərəfindən bir rəhmətdir ki, sən mülayim olun. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ Əgər sən qaba və sərt qəlbli olsaydın, sənin ətrafından dağılardılar. Yəni Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmin mülayim olmasını bir rəhmət adlandırır. Və ona görə sələflərdən biri deyər ki, Allah Teala'nın quluna verdiyi əzablar içərisində, cəzalar içərisində ən şiddətlisi onun qəlbindən mərhəməti almasıdır. Əgər Allah Teala bir quluna əzab vermək istəyərsə, onun qəlbini sərtləşdirər. Və həmçinin ədəblərdən vaxtdan, yəni səmərəli istifadə etmək. Yəni ziyarətdə olan insan, yəni həci insan, vaxtını səmərəli keçirməlidir, Allaha yaxınlaşdıran əməllərlə, zikirdir, duadır, Quran oxumaqdır. Çünki bu yerlərin hamısı mübarək yerlərdir və həmçinin Quran, dua, zikir insanın köksünün açılmasına, savabının artmasına və həmçinin güc və qüvvətin artmasına səbəbdir. Çünki Quranla, zikirlə insan bədənində qüvvət hiss edir. Çünki itaət ümumiyyətlə insana güc verir. Və həmçinin ədəblərdən insan bu həc günlərin tezliklə qurtaracağını xatırlaması. Və bilməlidir ki, bunlar, necə ki, Quranda da keçir, bilinən bəlli günlərdir, az günlərdir. Tezliklə ötüb keçəcəkdir. İnsanın bunu xatırlaması nəyə səbəbdir? O günləri, o az günləri daha səmərəli, daha xeyirli, daha faydalı keçirməyə səbəb olur və həmçinin həccini pozan şeylərdən daha çox uzaq olmağa, daha diqqətli olmağa yönəldir. Və həmçinin ədəblərdən fərzləri mühafizə etmək, yəni cəmaatla əda etmək və həmçinin onu gecikdirməkdən çəkinmək. Və həmçinin ədəblərdən, yəni insan boş yerə özünü yormamalıdır, boş əməllərə görə. Niyə? Sonra əsas əməllər gəldiyi zaman ona tənbəllik üz verə bilər. Və həmçinin ədəblərdən insan buradakı əməlləri yaxşı yerinə yetirməlidir. Yəni, məqsədi sadəcə boynundan bir yük aşırandakı kimi tez onu edim, qurtarım yox. Əksinə deyir, insan burada etdiyi əməllərin əzəmətini xatırlamalıdır. Və bunları yerinə yetirərkən qəlbində təzim olmalıdır. Allahın əmrinə təzim olmalıdır. Və həmçinin ibadətləri yerinə yetirərkən ləzzət alaraq yerinə yetirməlidir. Və bu da onun köksünü genişləndirən ən böyük səbəblərdən sayılır. Və həmçinin daha kamil şəkildə yerinə yetirməyə səbəb olur. İnsanın əməllərə sevgi ilə, könül xoşluğu ilə yanaşması. Və bu məsələ olduqca mühümdür. Bax, fikir verin, nə vaxt ki, insan təzim edir, təzim edən insan əməllərə daha yaxşı diqqətli olur. Və təzim etdiyinə görə günahlardan daha çox çəkinir və danışığına fikir verir. Və Allah Teala da Quranda buyurur ki: "Zəlikə və men yu'azzim hurumatillahi fehuve xeyrun lehu inde Rabbi." Kim Allahın dini ayinlərini təzim edərsə, bu onun üçün Rəbbi qatında daha xeyirlidir. Bu təzimdə, yəni dini ayinlər deyildiyi zaman, bura həm qurbanlara aiddir, həc əməlləri aiddir və həmçinin bu bölgənin özü aiddir, bu haram bölgə aiddir. Və həmçinin sonraki ayələrdə buyurur ki: "Zəlikə və men yu'azzim şa'airallahi fe inneha min taqval qulub." Kim Allahın dini ayinlərini təzim edərsə, bu qəlblərin təqvasından irəli gəlir. Qəlblərin təqvası. Qəlbdə təqva varsa, deməli insan bu yeri təzim edəcək. Əgər insan buranı təzim edirsə, günahlardan uzaq olursa nə deməkdir? Yəni o insan o günahları haram edəni, günahları qadağan edəni təzim etmişdir. Yəni o insan günahlardan çəkinməklə Allahı təzim edir. Və o insan ki, günahlara qarşı biganət, səhlənkardır, deməli o insan Allahı da təzim etmir.
Və həmçinin əmirləri təzim etməmiz. Həcc əməllərindən əmirlərdir. İnsanın əmirləri təzim etməsi, əmr edəni təzim etmək deməkdir. Əmr edən, yəni Allahı təzim etməkdir. Əgər bir insan ki, əmirlərə də yenə səhlənkar yanaşırsa, deməli, o insan Allahı da təzim etmir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bura gələndə, Məkkəyə gələndə, yəni əyilərək Məkkəyə girir. Hətta rəvayətə keçir ki, yəni o qədər əyildi ki, az qala çənəsi, yəni miniyin, dəvənin yəhərlinə toxunurdu. Yəni Allah Teala Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi təzim etmişdi. Yəni vaxt var idi, Peyğəmbər sallallahu aleyhi və səlləmi buradan qovmuşdular. Buradan hicrət etdi. Qorxu içərisində buradan çıxdı. Amma 10 ildən sonra isə təzim olunaraq ki, Allah Teala onu təzim edərək ucalmış halda gəlir. Ucalmış halda gəlir, amma girəndə necə girir bura? Təvazökar şəkildə girir. Allah Teala onu ucaldır, ona görə də xeyirli insanların adətidir ki, Allah Teala nemət verdiyi zaman onlar neməti dəyərləndirirlər. Onlar daha da təvazökarlığını artırırlar. Həmçinin sonra yəni Peyğəmbər s.ə.v yəni Safa təpəsinə çıxır, orada təkbirlər gətirdikdən sonra La ilahə illallahu vahdehu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huvə alə kulli şeyin qadir. Bütün bunlar hamısı şükürdür. Hansı ki, bundan əvvəl Peyğəmbər s.ə.v Məkkədə ikən o təpənin üzərinə çıxaraq bütün qəbilələri çağırmışdır. Və onları çağıraraq onlara demişdir ki, əgər mən sizə xəbər versəm ki, bu təpənin, bu Safa təpəsinin arxasında bir qoşun var, sizin üzərinizə hücum etmək istəyir. Əkuntum musaddiqi, siz məni təsdiq edərsinizmi? Onlar nə dedilər? Hamısı bir ağızdan dedilər ki, Mə cərrabnə aleykə kərribə, yəni səndən heç vaxt yalan görməmişik. Səndən heç vaxt yalan görməmişik. Əgər məndən heç vaxt yalan görməmişsinizsə, onda Peyğəmbər s.ə.v deyir ki, mən sizi qarşıda gələn Allahın əzabı ilə qorxudan bir Peyğəmbərəm. Onda Əbu Ləhəb deyir ki, təbbən ləkə, əlihədə cəməətənə həlak olasan deyir. Buna görənmi sən bizi cəm eləmişsən? Onda Allah Teala özü öz dostunun cavabını verir. Təbbət surəsinin nazildir, Məsəd surəsini Təbbət yedə Əbi Ləhəbin və təb. Əbu Ləhəb həlak olsun, həlak oldu da. Və bundan sonra burada sözsüz ki, elə bir ibadət yoxdur ki, orada hikmətlər olmasın. İnşallah müəyyən hikmətlərə burada toxunulacaq. Və elə hikmətlər var ki, nasla, dəlillə gəlir və elə bir hikmətlər də var, insan bir balaca düşünməklə onları çıxarda bilir. Və ümumiyyətlə, insan ibadətləri nəyi bilməlidir? Bilməlidir ki, Allah Teala ibadəti elə belə boş yerə buyurmur. Allah Teala bizi yormaq üçün əmirlər buyurmur. Hətta həcc, oruc ayələrində Allah Teala orucu fərz edir, səhərdən axşama qədər ac qalmaq. Kimsə yenə düşünə bilər ki, nə üçün Allah Teala səhərdən axşama qədər ac qalmağı buyurub, yəni bizi əzab mı istəyir, bizi yormaq mı istəyir? Əlbəttə ki, yox. Çünki Allah Teala sənə sənin özündən rəhimlidir. Allah Teala'nın sənə olan mərhəməti, şəfqətli ananın övladına olan mərhəmətindən daha böyükdürsə, Allah Teala bunu buyurmaqla sənə əzab istəmir. Hətta oruc ayələrinin özündə Allah Teala buyurur ki, Yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah Teala sizin üçün asanlıq istəyir, sizə çətinlik istəmir. Və həmçinin Həcc surəsində də Allah Teala buyurur ki, Mə cealallahu lakum fid-din min harac. Allah Teala dində sizin üçün heç bir çətinlik qoymamışdır. Deməli, həcc ibadəti də əlbəttə insan yorulur, amma bunun üzərində hikmətlər var, elə belə buyurulmuyor. Deməli, həcc ibadətinin əhatəli hikmətlərindən təzkiyyətün nüfus, nəfslərin təmizlənməsi.
və həmçinin hikmətlərindən fəzilətli əməllərə vərdiş etmək, nəfsi naqisliklərindən təmizləmək, nəfsi çirkabından təmizləmək və həmçinin nəfsi şəhvətlərə kölə olmaqdan, şəhvətlərə qul olmaqdan azad etməsi. Deməli, bu ibadətlə insan nəfsini azad edir, əgər düzgün yerinə yetirərsə. Və həmçinin nəfsini insani kamilliyə ucaldır, hazırlayır, qaldırır. Və beləliklə, nəfs insanın qulu olur. İnsan nəfsin qulu olma əvəzinə, nəfsi onun quluna çevirir. Yəni, ibadəti düzgün yerinə yetirməklə. Hər bir İslami fərzlərdə müsəlmanın imanının yoxlanması vardır. Deməli, buyurulan hər bir əməllərdə, fərzlərdə insanın imanı, ağlı və iradəsi yoxlanılır, imtihana çəkilir. Həqiqətən, həccin də misilsiz sirləri vardır, müxtəlif hikmətləri vardır, bir çox bərəkətləri vardır və müşahidə olunan mənfəətlər və faydalar vardır, həm fərdi müstəvidə və həmçinin ümmət olaraq. Həccin mənfəətlərindən, sirlərindən birincisi təhqiqul ubudiyyə, qulluğu doğrultmaq. Və insan həcci düzgün yerinə yetirməklə Allahın qarşısında olan qulluğunu doğruldur. Və insanın da kamilliyi ibadətini, qulluğunu doğrultmasına görədir. Və nə qədər insan qulluğu doğruldarsa, bir o qədər də insan kamilləşir. Deməli, insan ucala bilər, qalxa bilər, mələklər dərəcəsinə çata bilər və insan eyni zamanda aşağıya enərək heyvandan da betər ola bilər. Heyvandan da aşağı inə bilər. Necə ki, Allah Teala buyurur, وَلَقَدْ ذَرَانَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ Artıq biz cəhənnəm üçün çoxlu insanlar və cinlər yaratdıq. لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا Onların qəlbləri var, duyurlar, amma haqqı duymurlar. وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا Gözləri var, görürlər, amma haqqı görmürlər. وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا Qulaqları var, eşidirlər, amma haqqı eşitmirlər. أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ Onlar malqara kimidirlər, ondan da aşağıdırlar. Deməli, insan ucala da bilir, ruhuna tərəf yönəldiyi zaman və nəfsinə yönəldiyi zaman isə yerə yönəlir və daha da alçalmasına, yəni səbəb olur. Allah qorusun. Deməli, insanın kamilliyi ibadətinə görədir. İbadətlə insan ucalır, ibadətlə insan azad olur. İnsan azad olur, başqasına qulluqdan azad olur. Ona görə insan bilməlidir ki, əsl azadlıq, əsl hürriyyət insanın Allaha olan qulluğunda, ibadətindədir. Yəni, kimsə deyə bilməz ki, yəni mən Allaha da ibadət etməyim və kiməsə də ibadət etmədən neytral bir vəziyyətdə qal, azad olun, ola bilməz. Çünki əmirləri sənə buyuran, Allah Teala'da əksini buyuran şeytandır, sənə nəfsindir. Demək, Allaha qul olmadınsa, istər-istəməz kiminsə qulu olursan. Necə ki, İbn-i Qayyum Rahimullah buyurur ki, Hərabu minər-riqqilləzi xuliqu ləhu və bulu bi-riqqin nəfsi və şeytani Onlar yaradılmış olduqları qulluqdan qaçdılar. Yəni, Allah Teala Allaha qul olmaq üçün onlar yaradır, ona çağırır. Onlar qaçdılar, istədilər azad olsunlar. Amma nə ilə mübtəla oldular? Nəfsə və şeytana köləliklə, şeytana qul olmaqla mübtəla oldular. Deməli, başqa bir şey ola bilməz. Ona görə insan bilməlidir ki, onun azadlığı, onun dinindədir, onun ibadətində. Deməli, həc əməli də, həc ibadəti də bunun bariz göstəricisidir. Deməli, həclə insan Rəbbinin qarşısında zəlil olur, Rəbbinin qarşısında sınır, müti olur. Və insan elə bil ki, həccə gəldiyi zaman dünya ləzzətlərini tərk edərək Rəbbinə tərəf yönəlir. Malını, ailəsini, vətənini, hətta paltarını belə çıxardaraq Rəbbinə tərəf yönəlir. İhram paltarını geyinir və başı açıq şəkildə, təvazökar halda Rəbbinin qarşısında müti olaraq qadınları və ətri tərk edərək və həc ibadətləri olunan yerləri birisindən başqasına müti qəlblə
və gözündən yaş axaraq və dili zikirlə Rəbbindən rəhmət umaraq və əzabından qorxaraq bunlardan birisinə yönəlir. Və həmçinin həcdə ikən onun əsas şüarı nədir? Təlbiyədir. Ləbbeyk Allahumə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. Mənası nədir? Yəni, mən sənin qarşında boyun əyirəm, mütiyəm. Sənin mənə yüklədiyin əmanətləri yerinə yetirməyə hazıram, itaət olaraq və heç bir məcburiyyət olmadan, tərəddüd etmədən təslim oluram. Və təlbiyənin mənası. Ona görə insan bu sözlərlə Ləbbeyk Allahumə ləbbeyk bunları dediyi zaman mənasını dərk edərək desin ki, o dediyi sözlərin savabı ona çatsın. Deməli, bu sözləri dedikdən sonra artıq insan Rəbbinə tərəf yönəlmiş və digər hər bir şeyi, onu yayındıran şeyləri tərk edir. وَلِهَذَا تَوَاضُعُ أَعْظَمْ مَنْزِلَ عِنْدَ اللّٰهِ. Yəni, bu təvazökarlığın da, bu mütiliyin də Allah qatında böyük dərəcəsi vardır. Çünki bu mütilik, təvazökarlıq insanı ucaldır, qaldırır. Və həmçinin bu qulluqdan da əsas nəzərdə tutulan bir məqsəddir. Və bununla insanın günahları silinir. Və insan yeni bir həyata başlayır. Xeyirlə dolu, səadətlə dolu həyata başlayır. Deməli, həccin əsas hikmətlərindən nə oldu birinci? Tövhidi qulluğu doğrultmaq. Qulluğu doğrultmaq. Nə vaxt insan qulluğu doğruldur? Qulluğu doğrultmasına görə Allah Teala tərəfindən ona yardım gəlir. Necə ki, Allah Teala buyurur, Əleyhissallahu bikafin abdə. Məgər Allah Teala quluna kifayət deyilmi? Məgər Allah Teala quluna kifayət deyilmi? Bəli, quluna kifayətdir. Amma kimdir Allahın qulu? Əsas məsələ budur. Kimdir Allahın qulu? Hansı ki, o yardıma layiq görülən. Yardıma layiq görüləndir. O insandır ki, hər bir halda Allaha qulluq edər. İşləri yaxşı gətirəndə də, bankrot olanda da, müsibət anında da, əmin-amanlıq anında. Onun üçün fərqdir. Hər bir halda və baxır ki, şəriətin tələb elədiyindən onu yerinə yetirməyə çalışır. Amma insanlar müxtəlifdir. İnsanlar müxtəlifdir. Necə ki, Allah Teala Quranda xəbər verir. Yenə Həcc surəsində buyurur Allah Teala. وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ. Yəni, insanlardan ellər vardır ki, bir tərəf üzərində, şək üzərində Allaha ibadət edərlər. فَاِنْ أَصَابَهُ خَيْرٌ اِطْمَأَنَّ بِهِ. Ona bir xeyr üz verdiyi zaman onunla təskinlik, rahatlıq tapar. Yəni, deyər ki, bu din yaxşı dindir ki, ona görə işlərim yaxşı gedir. Nə vaxt işləri yaxşı gedir, ibadət edər. Və sonra وَاِنْ أَصَابَتْهُ فِتْنَةٌ اِنْقَلَبَ عَلَى وَجْهِ. Ona bir müsibət üz verdiyi zaman üz döndərər, əməlləri tərk edər. Allah Teala buyurur, خَسِرَ الدُّنْيَا وَالْآخِرَةِ. O insan dünyasını və ahirətini uduzmuşdur. Və əsl xusran və əsl ziyana uğramaq da budur. Yəni, insan həm dünyasını və həmçinin ahirətini uduzması. Amma bunun qarşılığında yenə Allah Teala buyurur ki, وَاِذَا مَسَّ الْاِنْسَانَ ضُرُّ دَعَانَ لِجَنْبِهِ اَوْ قَاعِدًا اَوْ قَائِمًا. İnsana bir çətinlik üz verdiyi zaman o bize dua eder, çağırar, yalvarar, uzandığı halda, oturduğu halda, ayaküstü olduğu halda, bütün hallarında yalvarar. فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَسَّ. Nə vaxt ki biz ondan o çətinliyi qaldırar, problemi, müsibəti qaldırar, o insan elə hərəkət edər ki, elə bil ki bizi çağıran, bizə yalvaran o deyildir. كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ. Və beləliklə müsriflərə, günahkarlara etdiyi əməllər belə gözəl göstərilmişdir. Deməli, bunlardan biri kim oldu? Firavanlıqda Allah'ı tanıdı, yaxşılıq anında, ağac necə ki İbn Abbasdan təfsirdə gəlir, onlar xurma ağacları bar verdiyi zaman və yaxud da dəvələr yaxşı bala verdiyi zaman, din yaxşı dindir, ona görə işlərim yaxşı gətirir, xurmalar yaxşı bitirir, ibadət edirlər. Amma meyvə bağı bar vermədiyi zaman tərk edirlər, yəni çətinliyə düşdüyü zaman tərk edirlər. Amma Yunus surəsində keçən ayədə isə onlar çətinlikdə tanıdılar, amma rahatçılığa çıxan kimi tərk etdilər. Yəni bunlar qulluq adına layiq görülmürlər, hansı ki Allahın dəstəyinə
yardımına layiq görülən qullardan sayılmırlar. Ona görə İbn Qayyim rahimehullah buyurur ki, Allah Teala'nın quluna olan yardımı qulluğun qulluğundan asılıdır, ibadətindən, itaətindən asılıdır. Nə qədər insanın ibadəti, itaəti kamil şəkildə olarsa, Allah Teala'nın quluna olan yardımı da kamil şəkildə olar, tam şəkildə olar. Əgər insan ibadətində naqisliyə yol verərsə, ona olunan yardım da tam şəkildə olmaz, naqis olar və heç ibadət etməzsə, ona heç bir yardım da olunmaz. Deməli, hikmətlərdən ikincisi, deməli, birinci nə oldu? Birinci, əsas hikmət. Tövhidi, qulluğu doğrultmaq. İkinci hikmət isə iqamətu zikrillah. Allahın zikrini ayaqda saxlamaq. Deməli, ibadətlərdən yenə əsas buyurulan, məqsəd olunan hikmətlərdən Allahın zikrini ayaqda saxlamadır. İbadətlər əsas bundan ötürü buyurulub və Allaha yaxınlaşan insanlar da bununla yaxınlaşırlar. Və bu ibadətdə zikrin də ayaqda qalması həc ibadətində daha təcəlli olunur, daha ortaya çıxır. Necə ki, hədisdə də gəlmişdir ki, tavafın buyurulması, Səfa Mərvə arasında səyin buyurulması və daşların atılması İqaməti zikrillah, Allahın zikrini ayaqda saxlamaq üçündür. Hətta namazın belə buyurulması, əqimis salətə li zikri, məni xatırlamaq üçün namaz qıl. Və həmçin Allah Teala ayələrdə buyurur ki, liyəşhədu mənafi'ə ləhum və yəzkuru ismallahi fi əyyəmin ma'lumət. Onlar o mənfəətlərə, onlar üçün olan faydalara, mənfəətlərə şahid olsunlar, o bəlli günlərdə Allahın adını zikr etsinlər. Və həmçinin hikmətlərdən, birinci hikmət nə oldu? Qulluğu doğrultmaq. İkinci hikmət? Zikri ayaqda saxlamaq. Həmçinin digər hədisdə də gəlir ki, Peyğəmbər s.ə.v-dən soruşulanda ki, ən əfsəl oruc hansıdır? Deyir ki, o oruc ki, orada Allah Teala daha çox zikr olunar. Hansı cihad əfsəldir? Deyir ki, o cihad ki, orada Allah Teala daha çox zikr olunar. Və hansı həc daha əfsəldir? O həc ki, orada Allah daha çox zikr olunar. Üçüncü hikmət isə müsəlmanların qibləyə bağlılığı. Əlləki yuvəllunə vücuhəm şatraha fi salavat. O qiblə ki, onlar namazlarında ona yönəlirlər. Hər gün 5 dəfə. Dördüncü hikmət isə ennəl həcc fursatun azimətun il-iqbəli aləllah bi şəttəl qurubət. Həcc ibadəti Allaha müxtəlif ibadətlərlə yaxınlaşmaq üçün böyük bir fürsətdir. Belə ki, həcdə bir çox ibadətlər cəm olur. Namazlar, həmçinin zikrin özü keçdi, Arafada durması, Müzdəlifədə gecələməsi və daşın atılması, qanın axıdılması, yəni qurbanların kəsilməsi və bundan başqa da əməllər vardır. Beşinci hikmət isə əl-həcc vəsilətun uzumə. Həcc günahların tökülməsi üçün, dərəcələrin qaldırılması üçün böyük fəzilətdir, böyük vəsilədir. Deməli, günahların tökülməsi üçün və dərəcələrin qaldırılması üçün həcc olduqca böyük bir səbəbdir. Həcc keçmiş günahları dağıdır, silir. Necə ki, Amr ibn As radiyallahu anhu beyət zamanı əlini uzatdığı zaman əlini geri çəkir. Və Peyğəmbər s.ə.v ona deyir ki, nə oldu sənə ey Amr? Deyir ki, mən də şərt qoşuram. Nə şərt? Deyir ki, bir şərtdən beyət edirəm ki, yəni keçmiş günahlarım bağışlansın. Və onda Peyğəmbər s.ə.v buyurur ki, əmə alimtə ənəl-İsləmə yəhdimu mə kənə qablə. Məgər bilmirsənmi ki, İslam əvvəl edilən günahları sökür, dağıdır, yəni silir. Və ennel hicrətə təhdimu mə kənə qablə. Və hicrət, Allah yolunda insanın kökməsi, keçmiş günahları silir. Və ennel həccə yəhdimu mə kənə qablə. Və həmçin bilmirsənmi, həcc keçmiş günahları silir. Deməli, imandan və cihaddan sonra həcc ən əfsəl əməllərdəndir. Və həmçinin
başqa rəvayətdə gəlir ki, ən əfsəl həcdir. Aşir radiyallahu anh gələn rəvayətdə deyir ki, qultu ya Rasulallah, dedim ki, Allahın elçisi, nəral cihadə afdalə əməl və biz cihadın ən əfsəl əməl olduğunu görürük. Əfələ mücahid, yəni biz cihad etməyək mi? Qalə ləkin afdaləl cihad həccun məbrur. Peyğəmbər sallallahu buyurur ki, əfsəl cihad qəbul olunan həcdir. Və həmçinin burada hikmətlərdən nədir? Gözəl xatirələrin canlanması. Həqiqətən həcdə hər bir müsəlmanın qəlbində gözəl xatirələr qalır. Və o xatirələrin tez-tez insanın zikrində canlanması nə qədər də gözəldir. Və həmçinin insan burada atamız İbrahim Aleyhisselamı xatırlayır. Onun Rəbbini təkləşdirməsini, Allah yolunda hicrət etməsini, onun qulluğunun kamilliyini və Rəbbinin sevdiklərini öz sevdiklərindən üstün tutmasını xatırlayır. Və həmçinin o imtihanları xatırlayır. Necə böyük imtihanlara çəkildi İbrahim Aleyhisselam. Və həmçinin o kəramətləri xatırlayır, uca məqamları, dərəcələri xatırlayır. Və onun insanları çağırmasını xatırlayır. Necə ki Allah Teala buyurur, وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا. Sən insanları çağır, onlar gələcəklər. Hər bir tərəfdən. Və həmçinin onun duasının bərəkətini xatırlayır. Bu günə qədər onun təsiri vardır. Necə ki, yəni İbrahim surəsində keçir ki, Rabbənə inni əskəntu min zürriyyəti bivadin qeyri li zər'in ində beytikəl muharram. Ey Rəbbim, ey Rəbbimiz, mən ailəmi, zürriyyətimi əkin olmayan bir vadidə sənin haram evinin yanında sakin etdim, buraxdım. Rabbənə liyuqimus salah. Ey Rəbbimiz, onların namaz qılması üçün belə etdim. Namaz qılması üçün, tövhid üçün. Fikir verin ki, onların bütün fikirləri, ağrıları, yanğıları ibadət idi. Başqa məqsəd yox idi. Rabbənə liyuqimus salah fəc'al əfidətən minən-nəsi təhvi iləyhim. Yəni insanlardan, yəni burada bəzi alimlər gətirir, orada min keçdiyinə görə bütün insanlar yox, yəni insanlardan bəzilərini və bir çoxlarını qəlbini bura meyl etdir. Yəni bunlar da həmçinin tək qalmasınlar. وَرْزُقْهُمْ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ və bunlara meyvələr ver ki, şükr edənlərdən olsunlar. Və fikir verin, burada İbrahim Aleyhisselam bir dua etdi, duası qəbul oldu. Və fikir verin, indinin özündə də nə qədər insanlar var, baxmayaq da yaşlaşır, saçı ağarır, yenə bu evə tərəf onun qəlbində istək var, şok var, yanğı var. Yəni insan xatırlayır bütün bunların hamısı. Vaxt var, burada heç kim yox idi. Yəni İbrahim Aleyhisselam o körpəni və yoldaşını burada buraxıb gedir. Və yoldaşı soruşur, sən bizi kimə buraxırsan? Cavab vermir. Və sonra deyir ki, Allahu əmarəkə bihədə, yəni bunu sənə Allah mı əmr edib? Və onda deyir ki, bəli, və yenə Həcər anamız deyir ki, onda Allah Teala bizi yardımsız qoymayacaq. Bu qadının, yəni imanına baxın. Yəni bütün bunları xatırlamaq, yəni həqiqətən insan üçün böyük təsir edir, dualar da etməsinə. Əgər kim, İbrahim Aleyhisselam kimi dua edərsə, yəni onun da dualar qəbul olunur. Ona görə insan bunlar xatırlaması, yəni burada nə qədər dualar qəbul olunur, burada nə qədər problemlər, müsibətlər çözülür. Əgər bu yerə, bu bölgəyə danışmağa dil verilsəydi, icazə verilsəydi, nə qədər günahların bağışlandığını və duaların qəbul olduğunu deyərdi. Həmçinin Həcər anamız Səfa Mərvə arasının o tərəfə, bu tərəfə qaçır. Yəni öz evladı üçün, ciyər parası üçün orada su axtarır və Allah Teala onun ayağı arasının altından, İsmail Aleyhisselam ayağı altından o suyu çıxardır. Bu günə qədər o davam edir. Və su, artıq o təkcə su ilə dolanırlar. Çünki zəmzəm suyu həm suyun yerini verir, həm də yeməyin əvəzini verir. Və həmçinin insan deyir, Səfa Mərvanı da yəni səy edərkən orada da xatırlanması ki, orada Həcər anamızın duası qəbul olunur. Və burada da nə qədər dualar qəbul olunur və hər bir insanda yenə problemi var, orada yəni onu xatırlayaraq çoxlu dualar etməsi.
Və həmçinin insan xatırlayır atamız İsmail Aleyhisselamı və onun İbrahim Aleyhisselamla birgə Kəbəni tikməsi və onun kəsilmək əmri gəldiyi zaman atasına boyun əyməsi. İsmail Aleyhisselam deyir ki, İf'al mə tu'mər, sətəciduni inşəallahu minəs-sabirin. Sən əmr olunanı yerinə yetir. Çünki atası deyir ki, mən yuxuda görürəm ki, səni kəsirəm. Və dərhal boyun əyib edir ki, sən əmr olunanı yerinə yetir, sən məni inşallah səbr edənlərdən tapacaqsan. Və həmçin insan xatırlayır burada Peyğəmbər sallallahu aleyhi və səlləmin böyüyü boya başa çatmasını və burada ona vəhyin nazil olmasını və İslam nurunun buradan hər tərəfə yayılmasını və həmçin xatırlayır ki, yer üzərinə qoyulan, tikilən ən birinci ev bu evdir, yəni Kəbədir. Çox mu getmişsiniz? Nara getdik? Çox mu? Yarım saat geçiyor. Sonra burada həcdən alınan faydalar var. Əgər baş dayanıbsa kifayətlənək, baş dayanmayıbsa, baş tez dayanır, 15 dəqiqə baş dayanır. Yaxşı, onu sabah götürmək olar, çünki növbəti gün üçün burada faydalı, çünki bunlar, bu faydaları, bu hikmətlər mühümdür. Nə vaxt insan fəzilətləri, hikmətləri xatırlayır, bunlar səbəb olur insanın daha həvəslə, fəallıqla ibadətləri yerinə yetirməsinə. Müəyyən ədəblər götürüldü, sonra hikmətlər və bir də inşallah qalmışı faydalarda. Nə kimi insan həcdən faydalar əldə edir, inşallah faydalar qalsın. Bunlar kifayətlənək. Allah da istifadəni etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.